Bugünkü mövzumuz qalıqlı bölmə mövzusudur. Qalıqlı bölmə dərs izahına başlayaq. İbtidai sinif üzrə, mix sertifikasiya imtahanı üzrə. Deməli, bugün biz qalıqlı bölmə mövzunun izahına başlayacağıq. Əvvəlcə belə qeyd edim. Bölmə iki növü var. Deməli, tam bölmə, bir də var qalıqlı bölmə. Tam bölmə ilə qalıqlı bölmənin fərqi odur ki, tam bölmədə qalıq qalmır, tamamilə bölünür. Qalıqlı bölmədə müəyyən qalıq hissələri qalır. İndi biz bilirik ki, bölmə əməlində bölünən, bir dənə məsəl üçün, bir dənə qalıqlı bölməyə misal yazaq. Tutalım ki, yazaq bura 8 bölünsün 5 bərabərdir. Bir dəfə qalıq da 3. Bu bir qalıqlı bölməyə aid bir misaldır. Qalıqlı bölmənin komponentlərini də deyək. Bax, bu bölünən, bu bölən, bu tamam qismət, natamam qismət, bu isə qalıqdır. Deməli, qalıqlı bölmədə komponentləri bölünən, bölən, natamam qismət, bir də qalıqdan ibarətdir. Qalıqlı bölmə düsturunda, onu da qeyd edək. Məsəl üçün, mən hərflərlə göstərsəm, A bölünsün B bərabərdir C qalıq R. Bax, belə bir qalıqlı bölmənin nümunəsini hərflə göstərsəm, qalıqlı bölmə düsturu kimi, yəni bölünənin tapma qaydası kimi A-mız bərabərdir. Bax, burada da məsəl üçün 8 üzərində göstərərəm. B ilə C-nin, deməli, bölənlə natamam qismətin hasili B vurulsun C. Üstə gələk qalıq, üstünə də qalığı gəlirik. Bu bir tapma qaydasıdır. Və bundan daha çox məsələlərin həllində ən çox istifadə edəcəyimiz hissə buradır. Ona görə bunu yaxşı bilməlisiniz. Məsəl üçün, mən buna tətbiq etsəm, bu misal üzərində. Məsəl üçün, burada bilirəm ki, bölünən 8-dir. Yəni, 8 bərabərdir. 5-i vururam 1-ə, üstünə də gəlirəm 3. Həqiqətən 5-i 1-ə vuranda 5, üstünə də 3 gələndə 8 edir. Bax, bu qalıqlı bölməyə aid əsas düsturlardan biridir. Bunu demək olar ki, yenə deyirəm, çox məsələlərin işlənməsində, həllində istifadə edəcəksiniz. Qalıqlı bölmədə mütləq qalıq qalmalıdır. Tam bölmədən fərqli olaraq qalıqlı bölmədə qalıq qalır. Tam bölmədə qalıq, yəni 0 qalır. İndi keçək qalıqlı bölmədə hansı məqamlara biz baxacağıq. Keçək həmin məqamlara. Deməli, birinci olaraq baxacağıq qalıqlı bölmədə. Bax, QB, yəni o deməkdir, qalıqlı bölmə. Qısaldılmış formada yazıram. Qalıqlı bölmədə ən kiçik qalıq. Ən kiçik qalıq neçə olur? Neçə? Neçədir yazaq, neçədir? Bax, bu sual üzərində qalıqlı bölmədə ən kiçik qalıq neçə olur? Bütün qalıqlı bölmələrdə hansı qalıqlı bölmə olur olsun, fərqi yoxdur. Bütün ədədlərin bölünməsində, qalıqlı bölmə olaraq bölünməsində yadınızda saxlayın ki, ən kiçik qalıq 1-dir. Yəni, ən kiçik qalıq 1 olur, həmişə. Həmişə 1-dir. Bunu yadınızdan çıxartmayın. Məsəl üçün, mənə deyir ki, baxın, mənə deyir ki, 7-yə bölmə zamanı ən kiçik qalıq neçə alınır? İstər 7-yə olsun, istər 8-ə olsun, istər 9-a olsun, istər böyük ədədlə 50-yə olsun, 49-a olsun. Yəni,
Bölünənin fərqi yoxdur da. Hansı ədədə bölünməsindən asılı olmayaraq, bu bir yadınızda saxlayın ki, qalıqlı bölmədə ən kiçik qalıq birdən başlanır. 0 desək, bu tam bölməyə aiddir. Yəni, bu 0 olsa, yadınızda saxlayın, bu qalıqlı bölmə olmur. Bu tam bölmədir. Ona görə ən kiçik qalıq bütün bölmə üzrə olaraq, qalıqlı bölmə üzrə hansı bölən, hansı olmasından asılı olmayaraq, həmişə neçə olur? 1 olur. Bu birinci məsələ. Birinci məsələ, yadınızda saxlayın ki, ən kiçik qalıq 1'dir. Həmişə bu bərabərlik doğrudur. Keçdik ikinci hansı hissəyə baxırıq. İkinci baxacağımız isə qalıqlı bölmədə ən böyük qalıq. Deməli, qalıqlı bölmədə ən böyük qalıq. Yaxşı, qalıqlı bölmədə ən böyük qalığı necə tapacağıq? Bu zaman biz bölənə baxmalıyıq. Bölünənə yox ha, bölənə baxmalıyıq. Məsəl üçün deyir ki, mənə 6'ya bölmə zamanı. 6'ya bölmə zamanı ən böyük qalıq neçə olur? Bu zaman böləndən bir vahid kiçik. Yəni 6'dan 1 çıxırsınız, 5. Ən böyük, yəni bu ədəd üçün ən böyük qalıq 5'dir. Deməli, ən kiçik qalıq bütün bölənlər üçün 1'dir. İndi mənə desə ki, 6'ya bölmə zamanı ən kiçik qalıq neçə olacaq? Əlbəttə ki, ən kiçik 1'dir. Amma ən böyük istəyirsə 5'dir. Böləndən bir vahid kiçik olur ən böyük qalıq. Və bunları bilməlisiniz qalıqlı bölmə üçün. Çünki qalıqlı bölmənin məsələlərin həllindən qabaq siz qalıqlı bölmə haqqında məlumatlı olmalısınız. Ona görə, deməli, bunlar məsələlərdə işləndə istifadə olunacaq. Sizdən ən böyük qalıq soruşan zaman, bölənən, bu ədədlərdə, bölənlərdə fərqlidir. Ən kiçik hamısında eynidir. Amma ən böyük hər bölənə uyğundur. Məsəl üçün, mən bura 6 yazmamışam. Tutalım, yazıram biraz böyük ədəd. Deyirəm, 55'ə bölmə zamanı ən böyük qalıq neçədir? Özünün, yəni bölən 55'sə özündən bir vahid kiçik. 54 olacaq ən böyük qalıq. Bax, bu ən böyük qalığın tapma qaydası. Siz qalıqla, deməli, qalığı tapmaq üçün birinci olaraq bölənə baxmalısınız. Yəni, ən böyük qalığı tapmaq üçün. Ən böyük qalığı tapmaq üçün birinci olaraq bölənə baxırsınız və böləndən bir vahid kiçiyi olur. Bu hissəyə də baxdıq, ən böyük qalığa baxdıq, ən kiçik qalığa baxdıq, qalıqlı bölmə düsturuna baxdıq, bölünənin tapma qaydası yəni. Onlara baxdıq. İndi baxırıq, üçüncü hissə olaraq baxırıq müəllimlər, qalıqların sayı. Qalıqların sayı neçə olur? Yəni, mənə yenə deyirəm, böləni verəcəklər, qalıqların sayını tap deyəcəklər. Qalıqların sayını tapan zaman yenə də mən bölənə baxıram. Məsəl üçün, və göstərə də bilərəm o həmin qalıqları, kiçik ədədlərdə göstərmək olur. Tutalım ki, deyir ki, 7'yə bölmə zamanı. Qalıqların sayı neçə olur? Və qalıqlar hansıdır? Onda yadınızda saxlayın. Bu 7'yə qədər olan bütün ədədlər bu 7'nin qalıqları olacaq. 7'yə bölmə zamanın qalıqları olacaq. 7'yə bölmə zamanı qalıqlar olacaq 1, 2, 3, 4, 5, 6. Bax, 7'yə bölmə zamanı. Ən kiçik qalıq 1, ən böyük qalıq 6'dır. Sayı isə 1, 2, 3, 4, 5, 6. 6 dənə. İndi buradan bir fikir çıxır. Yadınızda saxlayın. Qalıqların sayı ilə ən böyük qalıq bir-birinə bərabərdir. Eyni olur. Eyni olur. Deməli, qalıqların sayı ilə ən böyük qalığın qiymətləri eynidir. Bir-birinə bərabərdir. Bax, bunu da yadınızdan çıxartmayın. İndi keçək 3-4-cü məsələ.
Dördüncü məsələ, dördüncü olaraq. Filan ədəd üçün, yəni qalıqlı bölmədə hər hansı bir bölmə üçün, böləni bizə göstərəcək. Hansı ədəd qalıq ola bilməz? Yəni hər hansı bir bölmə əməli üçün, qalıqlı bölmədə bölənə uyğun olaraq bölənə uyğun hansı ədəd qalıq ola bilməz? Yəni bu nə deməkdir? Qalıqlı bölmədə hansı qalıq ola bilməz? Məsəl üçün mənə deyir ki, tutalım ki, 9-a bölmə zamanı. 9-a bölmə zamanı hansı ədədlər qalıq olmaz? Burada da mənə variant veribdi 2 və yaxud da A variantı tutalım 2 verib, B variantı tutalım 5 verib, C variantı tutalım 12 verib, D variantı tutalım 7 verib, Y variantı da tutalım ki 6 verib. Belə ədədlər verib. Deyir ki, 9-a bölmə zamanı hansı ədəd bu qalıqlı bölmənin qalığı ola bilməz? Qalığı ola bilməz nə zaman? Böləndən böyük ədədlər. Həmin böləndən böyüklər o bölmənin qalığı ola bilməz. 2 9-dan kiçikdir. Deməli, bu ola bilər. 5 9-dan kiçikdir. Bu da ola bilər qalıq. 7 9-dan kiçikdir. Bu da ola bilər. 6 da 9-dan kiçikdir. Bu da ola bilər. Amma 12 ola bilməz. Çünki 12 9-dan böyükdür. Yəni 9-a bölmə zamanı 12 qalıq qala bilməz. 12-nin içində 9 var. Yəni bölməsi davam edir. Belə deyək. Bax, bu da bir qalıqlı bölməyə aid digər bir məqam idi. Bunu da göstərdik. İndi keçək 5-ci məqama. 5-ci məqam alına bilən, yəni qalıqlı bölmə zamanı alına bilən qalıqların cəmi neçədir? Alına bilən qalıqların cəmini soruşur bizdən. Alına bilən qalıqların cəmini tapmaq üçün əgər kiçik ədəddirsə, buna məsəl üçün qalıqları yazıb biz hesablaya bilərik. Amma böyük ədəddirsə bölən, bu zaman onu hesablamağa, vaxtımızı itirməyə ehtiyac yoxdur. Onun düsturu var. Cəm düsturu deyirlər. Buna deyir alına bilən qalıqların cəmini tapmaq düsturu deyirlər. Deməli, məsəl üçün, mənə tutalım ki, deyirəm ki, 8-ə bölmə zamanı, 8-ə bölmə zamanı alına bilən qalıqların cəmi neçədir? Bu biraz kiçikdir, mən yaza bilərəm, yəni 1, amma bu qədər vaxt itirməyə ehtiyac yoxdur, düsturdan istifadə edəcəyik, düsturu göstərəcəm. Məsəl üçün, mən bilirəm ki, 8-ə bölmə zamanı hansı qalıqlar alınır? 1 alınır, 2 alınır, 3 alınır, 4 alınır, 5 alınır, 6 alınır, 7 alınır. Sonra nə etməliyəm? Sonra həmin qalıqları toplamalıyam. Və cavab neçədirsə, olacaq 8-ə bölmə zamanı alına bilən qalıqların cəmi. Amma bu qədər iş aparmaqdansa, qısa konkret bizim düsturumuz var. Baxın, n vurulsun n-1 bölünsün 2. N-in yerinə 8 qoyursunuz. Əgər düstur sizin yadınızdan çıxırsa, bu düsturdur. Alına cəm düsturu. Nəyin cəmi? Yəni qalıqlı bölmə üçün. Alına bilən qalıqların cəmini tapmaq düsturudur. Əgər sizə düstur da belə yazmaq çətindirsə, qısa konkret o düsturun açıq şəklini yazın. Belə edin. Bax, nə edin? Bax, o düstur üzrədir. Əslində o da o düstur üzrədir. Yenə deyirəm, kəsirlə işləmək kiməsə çətindirsə, birbaşa belə edin. 8 deyilmi? 8-i vururuq. Özündən bir vahid kiçiyə, 7-yə. Eləyir 56. Sonra 56-nı da bölürsünüz 2-yə. Eləyir 28. Deməli, cəm neçəymiş? Eyni o düsturda, o düsturdan istifadə etdik. Sadəcə indi n-in yerinə qoymağa ehtiyac yoxdur da, yəni ona da vaxt itirmək istəmirsinizsə, belə yaza bilərsiniz. Və yaxud da başqa ədəd üçün yazın. Tutalım ki, mənə deyir 10-a bölmə zamanı.
Ona bölmə zamanı alına bilən qalıqların cəmi neçədir? O saat düstur, yenə həmən düsturdur. Sadəcə o düsturun işlənmə qaydası ilə tez. Onu özündən bir vaat kiçiyə vururuq. Onu vururuq 9-a, 90, 90-ı da bölürəm 2-yə. Cavabım olacaq, yəni qalıqların cəmi 45. Bax, bu da alına bilən qalıqların cəmi. Düsturla tez hesablaya bilərsiniz. Əgər yenə deyirəm, düstur yadınızdan çıxırsa, əgər sizə bölən veribsə, həmin böləndən bir vahid kiçiyə vurub 2-yə bölürsünüz. Həmin böləndən bir vahid kiçiyə vurub 2-yə bölürsünüz müəllimlər. Bir də qaydaq dərsimizə müəllimə qoşuldu. Deməli, bu alına bilən qalıqların cəm düsturu. Bunu da yadınızdan çıxartmayın. Bu da əsas məsələdir. Məsələlərdə istifadə olunacaq. Məsəl üçün, mənə deyir ki, tutalım ki, 20-yə bölmə zamanı alına bilən qalıqların cəmi neçədir? O saat 20-ni vuracam 19-a. 20-ni 19-a vuranda 380. Sonra 380-i böləcəm 2-yə. Bir dəfə 18, 190. Bax, bu cür nə edirik? Tapırıq. Bu alına bilən, deməli 20-yə bölmə zaman alına bilən qalıqların cəmi 190 imiş. Bir nümunədə göstərdik. İndi bu hissələrdən keçəndən sonra keçirik, deməli neçə, 6-cı məsələmiz, 6-cı bir məsələmiz. Ən böyük və yaxud da buna deyək, ən çoxu. Ən çox. Ən böyük və ya ən çox. İndi məsələdə işlənməsindən asılı olaraq bölünən, birinci çoxuna getməyək, əvvəl kiçiyinə gedək, sonra çoxu. Deməli, ən kiçik və yaxud da ən az da ola bilər. Yəni, işlənməsinə görə kiçik də gələ bilər, az da gələ bilər. Ən kiçik və ya ən az bölünən neçədir? Yəni, belə bir məsələlərdə sizə sual gəlsə ki, hər hansı bir qalıqlı bölmə deyir. Yenə, bunlar bütün məsələlər qalıqlı bölmədə gedir. Bax, bura qalıqlı bölmə zamanıdır. Yəni, bizim dərsimiz qalıqlı bölmədir və ona uyğundur. Qalıqlı bölmə zamanı ən kiçik və ya ən az bölünən neçədir? Əgər sizə, yenə deyirəm, məsəl üçün, bu zaman yadınızda saxlayın, bu zaman bölmədə sizin komponentləri, ədədləri verəcək. Amma qalıq verməyəcək. Qalığı siz bölənə görə tapacaqsınız. Yox, kiçikdə heç bölənə görə tapmağa ehtiyac da yoxdur. Məsəl üçün, mənə desə ki, tutalım ki, bölünəni verməyəcək sizə. Tutalım desə ki, A bölünən yerinə A qoyub, A bölünsün, bir dənə ədəd deyək, 10 bərabərdir 2, qalıq da 1 M qoyaq. Belə bir bölmə əməlini veribdir sizə, tutalım. Deyir ki, bu bölmə əməlində ən kiçik bölünən neçə olar? Bax, bunu A-nı istəyir bizdən. Biz də bayaqlarım dərsin əvvəlində izah etdik ki, bölünəni tapmaq üçün, yəni A-nı tapmaq üçün bölənlə nataman qisməti vurmalıyıq bir-birinə və üstünə qalığı gəlməliyik. İndi qalığımızı da göstərməyibdir. Qalığımızı göstərməsin, heç ehtiyac da yoxdur. Sizə kiçik deyirsə, dərsin əvvəlində izah etdik ki, ən kiçik qalıq bütün ədədlər üçün 1-dir. Deməli, mən A-mız olacaq, onu 2-yə vuracam, 20, 20-nin üstünə də 1 gələcəm. Cavabımız olacaq 21. Ən kiçik bölünən 21 olur. Sizdən ən kiçik bölünən istəyəndə o saat böləni vurun nataman qismətə, üstünə 1 gəlin. Ən kiçikdə dəyişilmir. Həmişə 1 gəlməlisiniz qalıq olaraq. Çünki ən kiçik qalıq həmişə 1-dir. Bütün ədədlər üçün, bütün bölənlər üçün dəyişilmir. Yaxşı, bəs ən böyük bölünəni tapmaq üçün nə edirik? İndi keçək ən böyük bölünənə. 7-ci məsələmiz, deməli, qalıqlı bölmədə, yəni qalıqlı bölmədə ən böyük bölünən.
neçədir? Yəni ən böyük bölünəni tapmaq üçün nə etməliyik müəllimlər? Yenə də sizə bölməyə aid bir misaldan müəyyən bölünən olmayacaq orada, qalıq verilməyəcək orada. Elə bir misal verəcək. İstər sözlə də verə bilər, istər də bölmənin şəklində də verə bilər. Amma bölünənlə qalıq verilməyəcək. Onu tapmaq sizin öhdənizə düşür. Deyəndə ki, bu qalığı bölmə zamanı tutalım ki, mənə belə bir bölmə veribdi. B bölünsün 12 bərabərdir 20. Qalıq verilmir. Bunlarda qalıq verilmir. Qalığı siz təsəvvür etməlisiniz. Bölünən də verilmir, qalıq da verilmir bu cür məsələlərdə. Deyir, bu bölmə zamanı deyir məndən soruşur ki, bölünən, yəni misalda belə deyək də, deyilir ki, bölünən ən böyük neçə ola bilər və ya ən çox da yazıla bilər, böyük də fərqi yoxdur. Ən böyük, yəni ən çox bölünən neçə ola bilər? Bunu deyən zaman yenə deyirəm, bölünənin biz bayaq da başdan izahda da dedik. Bölünənin tapma qaydası natamam qismətlə bölən bir-birinə vurulur, üstünə gəlirik qalıq. Qalıq da M-dir. Bax, qalıq deməkdir. Bu M-dir, qalıq da M-dir. Üstünə qalığı gəlməliyik. Yaxşı, mən bunu bildim, amma məndən ən kiçiyi istəsəydim, mən bu qalığı yerinə 1 yazacaqdım. Çünki ən kiçik qalıq 1 daxı. Çünki biz kiçiyini tapmalıyıq. Amma biz böyüyünü tapan zaman nəyə baxmalıyıq? Bölənə baxmalıyıq. Niyə? Çünki biz qalığı özümüz tapırıq. Onlar bizə hazır qalıq vermir ki, yerinə qoyub işləyək. Sadəcə biz özümüz buradan qalığı tapmalıyıq. Axı qalığı da nədən tapırıq? Böləndən tapırıq. 12, bölən 12-dirsə, bayaq dərsin əvvəlində də izah etdim. Bölən 12-dirsə və yaxud da digər ədəd olsun, ən böyük qalıq neçədir? Ondan bir vahid kiçiyi, yəni 12-dən bir vahid kiçiyi neçədir? 11. Deməli, 20-ni 12-yə vurmalıyam, üstünə 11 gəlməliyəm. Ən böyük qalıq gəlməliyəm. Bir də yekunlaşdıraq müəllimlər. Deməli, ən kiçik bölünən tapan zaman nataman qisməti bölənə vururuq, üzərinə 1 gəlirik. Ən kiçiyi tapan zaman, ən kiçik bölünən tapan zaman. Amma ən böyük bölünən tapan zaman nataman qisməti vururuq bölənə, amma ən böyük qalığı gəlirik. Ən böyük qalığı da bölünənə görə, bax buna görə tapırıq ha. Bu 12-dirsə ən böyük qalıq 11-dir. Əgər bu məsəl üçün 25 olsaydı ən böyük qalıq 24 olacaqdı. Bura 24 yazacaqdım. Ona görə indi gəlin hesabı onda bölünən ən böyük bölünən neçə olacaq? 20-ni 12-yə vuranda 2-ni 12 24 240 üstünə də 11 gəlirik. B-miz də bərabərdir. Eləcək nə qədər? 251. Deməli, bunun yerinə neçə dayanacaq? Ən böyük bölünən olacaq 251. Bax belə, yəni müəllimlər, bunlar məsələlərdə ən çox istifadə olunan məsələ tiplərindəndir, yadınızdan çıxartmayın. Ən böyük bölünən necə tapılır, ən kiçik bölünən necə tapılır? Hər ikisinin izahını neynədim? Göstərdim. İndi keçək digər məsələyə, 7-8-ci məsələmizə keçək. 8-ci məsələmiz qismətə nə zaman 0 yazılır? Qismətə nə zaman 0 yazılır? Bu zaman bəzən çoxlu hərflər də verib hərflərə bölmək də göstərə bilər sizə və yaxud da təkrarlanan bir böyük rəqəmlər də verib təkrarlanan rəqəmlərə də bölünməsini göstərə bilərsiniz sizə. Amma yadınızdan çıxartmayın. Qismətə 0 nə zaman yazılır deyəndə siz ilk öncə bunun qaydasını bilməlisiniz ki, qarşınıza gələn məsələlər rahat şəkildə neynəyəsiniz? Həll edə biləsiniz müəllimlər. Qismətə nə zaman 0 yazılır? Bu zaman nə edirik? Məsəl üçün, mən həmin ədədləri, belə deyim də, yazacağam. Həmin ədədləri yazacağam və böləcəm çubuqlu bölmədə. Məsəl üçün, mən bir dənəsində göstərim. Tutalım, baxın. Bir dənəsində göstərək. Biraz bu tərəfdə yazım. Sıfırlar olan da olsun.
belə verilir. Deyir ki, nataman qismətlə qalığın cəmini tapın. Bax, onda nə edəcəksiniz? Burada alınanla qalığı toplayacaqsınız bir-birinə. Amma birbaşa qisməti istəyəndə onda cavab qismətin cavabını deyəcəksiniz. İndi belə bir bölmə zamanı deyir ki, nataman qismət neçədir və yaxud da hər ikisini tapar və yaxud da nataman qismətlə qalığın cəmi neçədir. Əvvəlcə sizi bunun bölünmə qaydasını bilməlisiniz. Bax, birinci görürsünüz 385. Burada da 385. Demək 385 385-ə də yerləşir bir dəfə. 300 yəqin ekran görünür. 385 çıxırıq. Bura ümumi bir sıfır yazacağım, yəni çıxanda sıfır. Bura ilə işimiz yoxdur. Keçirik bura. İndi burada nə məsələdir? Qismətə sıfır düşmə məsələsi var. Qismətə nə zaman sıfır düşür? Bax, birinci, mən bura kimi bölmüşəm. Bunlar qutarım. Keçirəm bu sıfıra. Bax, bunu gətirdim, düşdüm bura. Sıfır yazdım. Bax, bu sıfır 385-ə bölünür. Xeyr. Hər bölünəndən düşdüyünüz rəqəmə görə bura sıfır yazacaqsınız. Ha ki, tam bölünəcək. Məsəl üçün, mən birinci bu sıfırı düşdüm. Bu sıfır 385-ə bölünmür. Bu bölünmədiyinə görə, bax, bu bölünmədiyinə görə onun əvəzinə bura bir sıfır yazıram. İndi düşürəm yanına bir dənə 3-ü. Bax, bu 3-ü düşdüm. İndi 0-3 oldu. 0-la 3, heç bu sıfırı nəzərdə tutmayaq. O sıfıra görə biz yazdıq, bax. Bu 385-ə bölünür, xeyr, bölünmür. Hər bölünmədiyi rəqəmə görə bir sıfır yazırıq. Bir sıfırı da bu 3-ə görə yazırıq. Sonra düşürəm bu 3-ün yanına 8-i. Aldı 38. Bu 38 385'e bölünür. Xeyr, bölünmür. Bax, ona görə də bir sıfır yazdım. İndi düşürəm sonuncu ədədi 5-i. Alıram 385. 380. Artıq mən bura sıfır yazmayacağım. Çünki 385 385'e bölünür. Bir dəfə. Alıcı 385. Ay, sağ olun. İndi müəllimlər, bu əgər burada bir dənə rəqəm də, özümdən bir dənə rəqəm də yazım. Tutalım ki, mən bura bir dənə 6 da yazıram. Bu hissəni böldük, bu hissəni böldük. Qaldı bir dənə 6. Bu 6'dır, bura 0, bu da 6'dır. Gəlib düşəcək bura. Bura 6 düşəcək. Bəzən, bunu niyə yazdım? Bəzən bölünənlər birbaşa düşüb qalıq qalınır. Bax, birbaşa düşüb qalıq qalınırsa, bu qalıq özü də 385'ə bölünmür da, ona görə də bir sıfır da onun əvəzinə yazırıq. Yəni, siz necə fikirləşin? Bölünəndən düşdüyünüz hər rəqəm bölənə bölünməsə, o bölünmədiyinə görə sıfır qoyuruq. Ta ki bölünənəcək. Bax, burada gördünüzmü? Ta ki 5 düşdük, daha 5'ə görə bura sıfır yazmadıq. 385 tam bölünür, ona görə 1 yazdım. İndi məndən soruşsa ki, təzədən sual olaraq, qismətlə qalığın cəmi neçədir? Onda nə edəcəm? Qismətim, nataman qismətdən söhbət bundan gedir. Qismətim budur, qalığım da budur. Üstünə gələcəm. 6, üstünə gəlirəm. Yəqin ekrandan görünür. 1, 0, 0, 0, 1. Bax, 100.016. 100.016'dır cavabımız. Və yaxud da sizdən qalığı istəsə deyirsiniz, qalıq 6'dır. İndi məsələdə cavab nəyi istəyir də? Nataman qisməti istəsə deyirsiniz 100.010'dur. Yəni bu şəkildə, bu cür tapşırıqlarda qalıqlı bölmədə qarşınıza gələcək. Bu qismətə 0 yazmağa aid bir dənə nümunəni də buna aid hərflər üzərində göstərin. Hərfli də verirlər bunlarda, təkrarlanan hərflər. Tutalım ki, veribdir A, B. Bax, böyük hərflərdə yazaq, heç nə olmaz. A, B. A, B. Sonra bir dənə ortaya bir dənə 0 da yazaq. A, B. Bölünsün A, B-yə. Bəzən müəllimlər nə edir? Bir xeyli vaxt itirib bu AB-lərin yerinə rəqəm qoyurlar. Heç bir rəqəm qoymağa, ədəd qoymağa ehtiyac yoxdur. Elə böl da bunu. Məsəl üçün, mən bu AB, 0 AB-ni AB-yə bölmək istəyirəm. Bu AB-dən ayırıram.
AB-də AB bir dəfə AB alınır. Çıxıram burada 0 qalınacaq. Bax bu A-nı düşürdüm bura. Bu AB-yə bölünmür axı, yarım çıxdı. Bölünmürmü? Ona görə 0-ını yazdım. İndi düşürəm bu B-ni. Alındı AB. AB-də bir dəfə. Alınacaq AB. 0. Bura kimi böldük. İndi keçirik, bax bu tərəfə. Bu 0-ı düşürdürəm bura. Bax bu 0 AB-yə bölünmür. Ona görə bir dənə 0. İndi düşürdürəm bu A-nı. Bu A, AB-yə bölünmür. Çünki A bir dənədir, burada AB-dir. Ona görə yenə, əgər bölünmədiyinə görə bir dənə 0 qoyuruq. İndi düşürdürəm bu B-ni. Alınır AB. AB-də bir dəfə. Vəssalam. Gördünüz? Eləyəcək AB. Burada da 0. Bölünür qutarı. Yəni, hərflər də olanda bu cür bölə bilərsiniz müəllimlər. Buna deyilir qismətə 0 əlavə. Nə zaman 0 əlavə olunur? Bax, bu o qaydaya aid bir hərflərlə göstərdim. Bir də ədədlə göstərdim. Bax, videonu da çəkirik, əlinizdə olacaq. Neçə dəfə istəsəz, açıb yenə baxa bilərsiniz. Bunu da dedik müəllimlər. İndi əsas məsələlərdən biri olan əsas məsələ, ən çox da istifadə olunan məsələlərdən biri olan 8-ci məsələyə baxacağıq. 8-ci məsələ nədir? Müəllimlər, qalıqlı bölmədə 8-ci məsələmiz qalıqla qismətin eyni olmasıdır. Baxırıq buna. Nə zaman qalıqla qismət eyni olur? Bax, 8-ci məsələ. 8-ci məsələdə, yəni qalıqlı bölmə zamanı natamam qismətlə qismət və qalığın eyni olması. Nurayını apar o tərəfə. Apar evə sal, fikrim orada qalır. Qalıqlı bölmədə natamam qismət və qalığın eyni olması məsələsinə baxacağıq. Bax, bu bütün ədədlərdə qalıqla qismət eyni ola bilər. Bəzən bizə deyir ki, qalıqla qismət, məsəl üçün deyir ki, 5-ə bölmə zamanı qalıq və qisməti eyni olan ədədlər hansılardır? Bunları tapmaq üçün müəllimlər sizə sadə bir düstur, o digər qayda, əslində bunun 2 qaydası var. İkinci qaydanı öyrətməyəcəm, çünki sizi qarışdıracaq. Bir misal olaraq göstərə bilərəm. Məsəl üçün, ən əsası birinci qaydanı göstərəcəm düsturla, o daha çox rahatdır. Məsəl üçün, mənə deyir ki, 5-ə bölmə zamanı qalığı və qisməti eyni olan ədədlər hansıdır? Bunu tapan zaman, bax, A ədəd deyib tutalım, 5-ə bölünür, qalıq və qismət eyni olsun. Bax, 1, qismətdir, qalıq da 1. Eynidirmi? Bu birinci ədəd. İkinci ədəd, A-nı yenə 5-ə bölürük, 2, qalıq 2. Eyni, bax, qalıq qismət eyni. Üçüncü ədəd, A-nı 5-ə bölürük, 3, qalıq 3. Qalıqla qismət eynidir. Dördüncü, 4-dən o tərəfə gedə bilmərik. Çünki 5-ə bölmə deyir. 5-ə bölmə. 5-ə bölmədə 4-ə qədərdir. Daha qalıqlar bilirsiniz. Daha 5-də tam bölmə olacaq. A-nı bölürük 5-ə, 4, qalıq 4. Bundan o tərəfi yoxdur. İndi bunu tapmaq zamanı, yəni bizə də sualda soruşur ki, 5-ə bölmə zamanı qalığı və qisməti eyni olan ədədlər hansılardır? Bəzən də deyir ki, qalığı qisməti eyni olan ədədlərin cəmi neçədir? Bunu tapmaq üçün biz də bölünəni tapma qaydasını bilirik də. 5-i vururam 1-ə, 5 üstünə 1 gəlirəm. Eləyir birinci ədəd 6. 2-ni vururam 5-ə, 10 üstünə 2 gəlirəm. 12. İkinci ədəd 12-dir. Üçüncü ədəd. 3-ü vururam 5-ə, 15 üstünə 3 gəlirəm. 18. Dördüncü ədəd. 4-ü vururam 5-ə, 20 üstünə də 4 gəlirəm. 24. Bəzən də deyir ki, bu ədədlərin cəmini
cəmi neçədir? Onda da toplayacaqsınız cəmi hissəsi. Ümumiyyətlə, yəni bilin ki, 5-ə bölmə zamanı qalığı və qisməti eyni olan ədədlər birinci ədəd 6 oldu, ikinci ədəd 12 oldu, üçüncü ədəd 18, dördüncü ədəd 24. Bunu açıq şəkildə yazmaqla tapdıq. Amma bunun daha sadə, sadəcə bunu yazdım ki, biləsiniz, qalıq qismət eyni olmaq bax bu deməkdir. Görürsünüz, 1, 1, 2, 2, 3, 3. Yəni bunu deyir bizə, qalıqla qismət eyni olsun. 4, 4. Bu deməkdir. Bax, bunu da tapma qaydası biz bilirik də, dərsin əvvəlindən izah etdik. Bölünəni tapmaq üçün nataman qismət bölənə vurur, üstünə qalığı gəlir. Amma siz bunun daha rahat tapma qaydası var. Silin buranı. Daha rahat qaydası nə? Bu qədər yazmadan çox sadə tapma qaydası var. Məsəl üçün, mənə 5-ə bölmə demirmi? Birinci ədəd tapmaq üçün nə edəcəm? 5-in üstünə 1 gəlirəm. Birinci ədəd bayaq tapmışdıq, gördünüz? 6 oldu, yenə 6 oldu. İkinci ədəd, həmin 6-nı, bax 2. 2-yə vururuq 6-nı. Eləcə 12. Bayaq da 12 idi ikinci ədəd. Üçüncü ədəd, 3-dürmü? 3-ə vurursunuz. Birinci ədədi vurursunuz. 6-nı indi 3-ə vurursunuz. 18, bayaq da 18 idi üçüncü ədəd. Dördüncü ədəd, 4-dürmü? 4-ə vurursunuz birinci ədədi, 6-nı. Eləyir neçə? 10. 10 nə idi? 24. Bayaq da 24 idi. Gördünüz? Deməli, sadə tapma qaydası. Həmin bölənin üzərinə 1 gəlirsiniz, sonra 2-yə vurursunuz, ikinci ədəd tapırsınız. Sonra 3-ə vurursunuz, üçüncü ədəd tapırsınız, sonra 4-ə vurursunuz, dördüncü ədədi tapırsınız. Və yaxud da başqasına göstərim. Bunu bir neçəsində göstərim, yaxşı biləsiniz. Mənə deyir ki, 8-ə bölmə zamanı, 8-ə bölmə zamanı qalığı və qisməti eyni olan ədədlər hansılar? Belə sual verir. Bəzən də deyir ki, 8-ə bölmə zamanı qalığı və qisməti eyni olan ədədlərin cəmi neçədir? Bəzən də aralıq verir. Deyir, 8-ə bölmə zamanı filan ədəddən filan ədədə qədər olan qalığı və qisməti eyni olan ədədlərin cəmi neçədir? Onda yenə də hansı şərt verilirsə verilsin. Birinci, siz həmin ədədləri tapmalısınız. Mən bayaq qayda göstərdim. Birinci ədədi tapmaq üçün həmin bölənin üzərinə 1 gəlirəm. Birinci ədədim 9-dur. İkinci ədədim 2-dirmi? 2-yə vururam 9-u. İkinci ədədim 18-dir. Üçüncü 3-dürmü? 3-ə vururam 9-u. Birinci ədədi vurursa, hər birinə vura-vura gedirsiniz. Üçüncü ədədim 27-dir. Dördüncü ədədim 4-ə vururam 9-u. Dördüncü ədədim 36-dır. Beşinci ədədim 5-ə vururam 9-u. Bax, növbə ilə hamısını sıra ilə görürsünüz, vura-vura. Sadəcə birincidə biri üstünə gəlməlisiniz. 5-ə vururam 9-u. Eləyir 45. 8-dirsə biz 7-yə qədər getməliyik. 6-cı ədəd. 6-ya vururam 9-u. 54. Və axırıncı 7-ci ədədimiz 7-yə vururam 9-u. 56. Vəssalam. 56-da qutardım. Daha vurma cədvəlini səhv yazıram. Nə gözəl. 56. 63. Hə, 63. Deməli, arada olur da adamda da texniki səhvlər. Bax, 2-ni 9-a vurdum 18, 3-ü 9-a vurdum 27, 4-ü 9-a vurdum 36, 5-i 9-a vurdum 45, 6-nı 9-a vurdum 54, 7-ni 9-a vurdum 63. Deməli, buradakı 9, 18, 27, 36, 45, 54 və 63 ədədləri 8-ə bölmə zamanı qalığı və qisməti eyni olan ədədlərdir. Və bu da sadə tapma qaydasıdır, müəllimlər. Bunu da qaydasını da göstərdim sizə. Qalıqlı bölmədə. Sonra qalıqlı bölmədə, müəllimlər, bəzən də yaş məsələsini salırlar. Qalıqlı bölmə üçün yaş məsələsini salırlar. Bəzən də bax, bir dənə qalıqlı bölməyə aid fərqli bir məsələ göstərim. Deyir ki, bir bölmə əməlində, bax, məsələyə fikir verin. Çünki burada biraz hərflərdən istifadə edəcəksiniz, ona görə deyirəm.
Bir bölmə əməlində bölünən ilə bölənin cəmi 127. Qismət 6, qalıq isə 1-dir. Bu bölmə əməlində bölən neçədir? Deməli, böyük bölmə, qalıqlı bölmə əməlində, bax, böyük bu bölünəndir, üstə gəl, kiçik bu böləndir. İkisinin cəmi 127-dir. Ay, sağ ol, ikisinin cəmi 120. Qismət, yəni nataman qismət 6-dır, qalıq da 1-dir. Bu bölmə əməlində bölən neçədir? Bax, bunu istəyir bizdən. Bax, belə tapşırıqlar da verirlər sizə. Bunun üçün müəllimlər heç vaxtı deməli özünüzü belə deyim də narahat hiss etməyin. Çünki bunun tapma qaydası necədir? Əvvəlcə biz qalıqlı bölməni yazaq. Gəlin bunun qalıqlı bölməsini yazaq. Bunlar bizim məsələmizin şərtləridir. Bu özünün qalıqlı bölməsini yazaq da. Qalıqlı bölmə zamanı bölünən birinci gələcək. Yazdım. Bölək. Bölən kiçik bölən bu ikinci gələcək, bərabərdir. Qismət bura düşür. Qalıq da bura düşür. Biz yerbəyer qoyduq həmin bizə verilmiş məlumatları. Yerbəyer qoyandan sonra bizdən hansını istəyir? Bizdən böləni istəyir. Bax, bunu istəyir. Bunu istəyirsə, biz bunu bölənlə əvəz etməliyik. Bax, bölünəni bölənlə əvəz etməliyik. Bölünəni bölənlə necə əvəz edə bilərik? Mən buradan əvəz edəcəm. Bax, buradan böləni tapacağam. Bölünəni tapacağam. Bölünəni bölənlə əvəz edirəm. Çünki buradan mən bizdən böləni istəyir. Bax, ikinci yerdə deyəm. Böləni tapmalıyam. Bax, bu bölünən bərabərdir. Bayaq da bilirik bu düsturu. Nataman qismət bölənə vurulur. Yəni 6 vurulsun B. Bu 6'dır. Üstəgəl qalıq. Bax, mən bu bölmə əməlində bölünəni tapdım. Mənə də bizdən də bunu istəyir. Bunun qiymətini istəyir. Nə edirəm? Aparıb qoyuram da yerinə. Qoyanda mən bu tənliyi həll edib tapacağam. Bax, bunu aparıb bunun yerinə qoysam. Bax, buranı. Bax, bunun yerinə qoyuruq. Bax, 6B üstə gələk 1. Sonra öz qaydası ilə yazıram. Üstə gələk bu B. Bax, bunun yerinə qoydum. Bərabərdir 127. Bunu yazandan sonra 6B ilə B-ni toplayanda 7B eləyir. Üstə gələk 1 bərabər 127. 7B də bərabərdir. Mənə əsas budur tapmaq. Bu tərəfə keçəcək. 127-dən çıxacam nəyi? 1-i. Qalacaq 126. Bu da B-ni tapmaq üçün nə etməliyik? 126-nı 7-yə bölməliyik. Yəni, belə deyək, B-miz bərabərdir. 126 böl 7. B-miz də, yəni bölənimiz də bərabərdir. Bir dəfə 56, 18. Cavabımız olacaq 18. Deməli, bura 18 imiş. Bax, yəni bəzən belə, bu biraz, belə deyim, tənlik formasında bölənə aid bir tapşırıq idi. Göstərdim, sizin qabağınıza gəlsə, bax, bu izahdakı tapşırıqdan istifadə edib, həmin məsələləri həll edə bilərsiniz, müəllimlər. Bax, bu da belə. Daha nə izah edeyim sizə? Qalıq bölməyə aid hansı hissəni demədim? Məncə, qalıqlı bölməyə aid bütün hissələri qeyd elədim. İndi siz bu bir şeydə, bir məsələnin də izahını qeyd edin. Bax, bu da tez-tez qabağınıza gələ bilər. Bax, belə bir məsələlər gələndə onları həll etməyə ehtiyac yoxdur. Deyir ki, 12-yə bölmə zamanı, böldükdə yəni, 12-yə böldükdə qalıq 5 alınır. 12-yə böldükdə qalıq 5 alınır. Həmin ədədi, yəni 12-yə bölünən ədədi, bir ədədi məsəl üçün, həmin ədədi deyir, həmin ədədi. 4-ə böldükdə neçə alınır? Bax, ədədi deyir, ədədi.
Ədədi deyir 12-yə böldükdə, ədədi 12-yə böldükdə 5 alınır. Həmin ədədi, yəni bu 12-yə böldüyünüz həmin ədədi deyir 4-ə böldükdə neçə alınır? Bax, bu tip məsələlərdə heç nə axtarmağa ehtiyac yoxdur. Qalığı götürün 5-i. Bölün ikinci bölən neçədirsə ona. Bir dəfə qalıq da 1. Cavab 1. Bax, bu tip məsələlər qabağınıza gələndə qalığı növbəti bölənə bölürsünüz. Cavab 1 olur. Bax, bunlar da gəlsə yadınızdan çıxarın. Və başqa bir deyir, ədədi 20-yə böldükdə qalıq 9-dur. Bax, 20-yə böldükdə qalıq 9-dur. Deyir, həmin ədədi 5-ə böldükdə qalıq neçədir? Daha siz 20 ilə işiniz yoxdur. Bunlarla işiniz yoxdur. Buradakı qalığı götürürsünüz. 9-u növbəti bölənə bölürsünüz 5-ə. Bir dəfə qalıq 4. Cavabınız olacaq 4. Və bu tip məsələlər də qabağınıza gəlsə, bunlardan istifadə edə bilərsiniz müəllimlər. Bax, bu bizim qalıqlı bölməyə aid deməli nə idi? Dərs izahı idi. İndi bu izaha baxarsınız, öyrənərsiniz. Sonra buradan da istifadə edərək testləri işləyərsiniz. Bu dərsimiz bu qədər. Hələlik sağ olun müəllimlər. Qurtardı dərsimizin izahı.